Siz burada qeyd etmisiniz, bacarıqlar da idarə etmə, təşkilatçılıq, psixologiya və meditasiya. Bu haqda biraz danışa bilərsiniz? Aha. Bu nə bacarıqlardır belə? Nələr Meditasiya. bacarırsınız? Meditasiya özü geniş sahədir. Mən Theta, Access Bars bunları bacarıram. Və çakralarla işləmək. Amma çakra onun bu vakansiyaya heç bir əlaqəsi yoxdur. Yəni o sual məncə düzgün sual deyil. Bəs onda niyə qeyd edibsiniz? O mənim öz şəxsi bacarıqlarımdır. Bu şəxsi bacarığı Bəli. əgər peşə fəaliyyətinizə tətbiq edə Tətbiq bilməyəcəksiniz, necə gələn tələbəni meditasiya eləyəcəksiniz? Siz niyə gülürsünüz ki? Mən Yəni siz o artıq siz mənim bacarığıma dırnaqarası kimi baxırsınız da. Bu bacarıq peşə fəaliyyətinə uyğun bacarıq deyil. Hardan bilirsiniz? Yəni iş fəaliyyətində meditasiya hansı iş fəaliyyətində? Meditasiya insanı sakitləşdirməkdir. Psixologiyanın da bir qoludur deyək. Bəli. Əgər məsələn bir çəkilişdir və tələbə orada əsəbləşirsə və tələbəni sakitləşdirmək necə olmalıdır? Mən Meditasiya düşünmürəm ki, olmalıdır. tələbə sizin kimi aqressiv reaksiyalar verər. Mən aqressiv reaksiya vermirəm. Özünüzə məncə kənardan İcazə versəz mən